200 tələbənin iştirakı ilə 28 may Respublika gününə həsr olunmuş flashmob aksiyası keçirilib. Aksiyanı İrəli İctimai Birliyi təşkil edib. Şərq dünyasında ilk dəfə Azərbaycanda belə bir gözəl, yəni möhtəşəm flashmob keçirilmişdir. Burada yenidən Azərbaycan xalqını müstəqil respublika olmaq münasibəti ilə təbrik edir. 28 universitetdən 200 tələbənin iştirakı ilə 28 mayla bağlı olaraq bildiyiniz kimi 28 mayda ilk dəfə Şərqdə ilk cümlətin elan olduğu gündür və bu günlə əlaqədar olaraq İrəli İctimai Birliyi olaraq flashmob keçirməyə razılaşdı və artıq bu gün o flashmob həyata keçirilib. Azərbaycanımızı nə qədər sevdiyimizi və ən əsası Azərbaycanın nə qədər bağlı olduğumuzu bir daha bəyan etmiş olduq və Azərbaycan töhfə vermiş olduq və bir daha bütün gənclər adından onlar yurdumuz Azərbaycanı nə qədər sevdiyimizi demək istəyirəm. Aksiya 20 dəqiqə davam edib, iştirakçılar müxtəlif şüarlar səsləndiriblər. Talih Əhmədov, Şakir Qurbanov, Yurt Xəbər.